Alimlər buyurur ki, heç olmasa namazın bir rükətini diqqətlə qılsın, maşallah. Sonra deyir, bir rükət çox oldu. Heç olmasa bir rükusunu 3 dənə Subhanallahın diqqətlə deyə bilsən, udmusan namazda. Bir dənəsini. Heç olmasa bir dənə Subhanallahı ürəyindən deyir. Asla başla. O bir dənənin şükrün ver, Allah 2, 3 birdə görərsən namazın tamamən halı dəyişilir. Biz azdan başlayaq. Bizdə bir belə xüsusiyyət var. Çoxu elə bilmirsə az da eləmək istəmirik. Mükəmməlçilik psixologiyası deyirlər də, psixologiyada. Yəni hər şeyi mən mükəmməl eləyəcəm. O namaza gələnlərdə də bu təfəkkür var. Görsən, hələ mən başlasam birdən başlayacağam. Yəni o belə o yan bu yan yoxdur. Yəni birdən başlayacağam. Allah saxlamış 15 ildə başlamayım. Başa düşdün? Amma bunu da bilmək lazımdır ki, Əzrail də gələn birdən aparır. O da zarafat eləmir. Birdən aparanda da burada birdən başlayacaqdım deyəməyəcəksən ona. Nəyə başlayabilirsən? Ansızda başla. Mən başlasam, məsələn, xanım deyir ki, mən başlasam, gəl hicabı da riayət edeyim, namaza başla. İnşallah hicabı da başlayırsan. Namazı start ver. Bismillah de. Allah de. Bir zikrə başla. Allah, ya Allah. Hərəkət elə. Yəni, azla başlayın, narahat olun. Aza şükr eləylə Allah çoxladı nəsib eləyəcək.